Baxın. Burada təmir elədiyimiz divan kresolar. Hazır vəziyyətləri təhvil verməyə aparırıq. Paduşkaların içi sintifonla dolunur. Türkiyənin parçası ilə üzlənilir. Baxın. Qollar təmizlənir. Hissəyə uyğun. Riqrovka vermək olur. Arxaya söykənən yerinə də spinkaya riqrovka vermək olur. Açıb bağlanılır, təmizlənir. Buyurun baxın, riqrovka vermək olur. Olunur. Buyurun baxın. Yüksək evidə təmir eləmişik. Baxın. Gördüyünüz divan kresoları Türkiyənin parçası ilə yüksək evidə təmir eləmişik. Bu da həmən divanın kresoların divanıdır. Buyurun baxın. Bu divan. Bu da kresolar. Qollar dediyimiz kimi təmizlənir. Hissəyə uyğun yığılır və yaxud da ki açılır. Yüksək evidə təmir olunur. Buyurun baxın. Bu da həmən müştərinin bir divanı. 2 divan, 2 kreslo idi. Komplektə uyğun 2 divan, 2 kreslo. Türkiyənin bukle parçası və nabuk parçası. İkisi də yüksək evdə təmir olunub, təhvil verilmək üzrədir. Türkiyənin S razmer 35 sıxlıq masalkası qoyulur və Türkiyənin parçası ilə üzlənilir. Ləkə götürmür, çiklənmir və yaxud da yuğulan parçadır. 8-10 ildə zəmanət verilir bu gördüyümüz işlərə. Buyurun baxın. Bu da həmən divan kreslonun stulları. Parça seçimi də olunur. Hissəyə uyğun hər çeşiddə, hər növdə parça seçimi var. Türkiyənin parçasıdır. Kargo ilə gətiririk Türkiyədən. Hissəyə uyğun rəng dəyişimi olunur. Hər növdə parça seçimi varmızdır. Əgər siz də divan kresolonuzu təmir elətdirmək istəsəniz, buyurub bizə zəng edə bilərsiniz. WhatsApp aktivdir. Səhifədə nömrə var. Xeyirli olsun. Amin inşallah.